Maşallah fabrikamız artıq fəaliyyətə başlayıb. Bax, EPS-nin yeni fabrikası. Bura Azərbaycanda rəsmi distribütörü olduğumuz, Türkiyənin ətir istehsalçılarından biri olan EPS Fragrancesin yeni fabrikidir. Ətirşah rəhbərliyi fabriki yaxından tanımaq və istehsal prosesini yerində izləmək üçün buraya səfər etdi. Maşallah, yəni bildiyin çıxar, gəzdikcə də qurtarmır fabrika. Yəni Səfər boyunca onları EPS fabrikinin baş satış təmsilçisi Koray bəy müşayiət etdi. O, fabrikin bütün bölmələri və iş prosesi haqqında ətraflı məlumat verdi. İlk olaraq geniş depo sahəsi ilə tanış etdi. Burada xam mal və məhsulların xüsusiyyətlərinə uyğun saxlanması üçün isti və soyuq depo sistemi qurulub. Ona da o, Koray bəy. Soğuk depo. Ha, orası soğuk depo. Saklama şartlarına göre bir Məhsullar tələb olunan temperatur şəraitində saxlanılır. Bu sistem onların keyfiyyətinin qorunmasında mühüm rol oynayır. Hamısı kodla şifrələnmiş şəkildə hər kəs girə bilməz ona. Daha sonra istehsal bölməsinə keçid olundu. Ətirlərin hazırlanma mərhələlərini, istifadə olunan avadanlıqları və istehsal prosesinin necə təşkil edildiyini yaxından Bu izləndi. da elə ki, normal. Bu da gəlir kilolar üstündə. Hər bir mərhələnin nəzarət altında və xüsusi qaydalar əsasında aparılması diqqət çəkici idi. her birinin 30'ar kilo olanları geliyor büyükler. Üretim için. Üretimde de katı dolumu da hızlandırıyor. Katı dolum ha. Bu Bunlar da soğuk depo, sıcak depo. soğuk depo, sıcak Soğuk depo. depo. Evet. MVS diye bir kısım var. Ha. Şimdi önceden bunu tamamlamak için arkadaşlar bitmiş ürünlerin şişelerini alıp arkaya götürüyoruz. Şimdi buraya EPS Fragrancesin yeni fabrikinə səfər bizim üçün maraqlı və faydalı təcrübə oldu. Səmimi qarşılanma və ətraflı təqdimat üçün Koray bəyə və bütün EPS komandasına təşəkkür edirik.